Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin ve sallallahu ve sellem ve baraka ala seyyidina Muhammed ve ala alihi ve sahbihi ecmaîn. Rabbi şrah li sadri ve yessir li emri ve hlul ukdeten min lisani yefkahu kavli amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu değerli müsəlmanlar. Biz keçən dərs məlum şəxsin gətirdiyi şübhələr, həmin şübhələrin batilliyi və həmin şəxsin bir çox elmi məsələlər barəsində cahil olması haqqında danışdıq. Bu gün də bu dərsimizdə biz gətirilən şübhələrə cavab verməyə davam edirik və biz indi həmin şəxsin növbəti şübhəsini dinləyək. Lakin bunları təfsir etmirik. Yalnız bizdən daha qabaq yaşamış və bizdən daha üstün olan imamların təfsirləri ilə təfsir edirik. Biz bu rivayət nə göstərir bizə? Biz görürük ki, təfsir var. Sələf imamlar deyəndə ki, təfsir etməyin. Heç onu qəsd etməyiblər ki, yəni sifətlərin mənası qapalıdır. Təfsir etməyin, yəni bidət əhlinin təfsirindən təfsir etməyin. Həmin şəxs bu şübhəsində İbn Məndah Əl-Həmbəlidən onun Tövfik kitabında 3-cü cildində 397-ci səhifədə olan bir nəqli gətirir. Həmin nəqildə İbn Məndah Əl-Həmbəli buyurur ki, bu xəbərlər, yəni Peyğəmbər sallallahu əleyhi və səlləmdən gələn xəbərlər, sifətlər barəsində, nuzul barəsində, rüya barəsində, yəni Allahın görünməsi barəsində, bunlar hamısı haqqdır. Biz ona iman gətiririk, onu təfsir etmirik. Yalnız bizdən üstün olanların təfsir etdikləri istisnadır. Bu şəxs eyni ilə nəqlin birinci hissəsində olan məsələni necə izah edir? Yəni biz onları təfsir etmirik, yəni ona keyfiyyət vermirik. Biz onu bidət əhlinin təvili kimi açıqlamırıq. Biz keçən dərs oxuduğumuz nəqillərlə bu insanın bu yanaşmasını batil etdi, yəni çürütdü onu və bildirdi ki, sənin öz fəhminin elmdə heç bir dəyəri yoxdur. Və sonra müəyyən bir nəqillər oxuduq və isbat etdik ki, alimlər qatında, yəni İbn Məndah Əl-Həmbəli dedilir, təfsir etmirik, burada yəni onu açıqlamırıq, mənalarına baş vurmuruq. O isə nə bildirirdi həmin şəxs? Deyir ki, burada təkyifdir və yaxud nə qəsd olunur? Bidət əhlinin etdiyi açıqlamalar və ya təbir qəsd olunur. Biz də oxuduğumuz nəqillərlə bildirdik ki, əslində alimlər qatında təfsir başqa bir şeydir, keyfiyyət başqa bir şeydir. Yəni bidət əhlinin etdiyi təbirlər başqa bir şeydir, həmçinin cəhmiyyələrin etdiyi tətil də başqa bir şeydir və alimlər onu ayrı-ayrı qeyd edirlər. Bu şəxs nəqlin ikinci hissəsindən hansı fəhmi ortalığa qoyur? Bildirir ki, İbn Məndah Əl-Həmbəli nəqlin sonunda bildirir ki, yalnız bizdən üstünlərin təfsir etdikləri istisnadır. Bu da onu göstərir ki, sələf imamları həmin sifətləri təfsir ediblər. Biz də bildiririk ki, bu yanaşma da kökündən yanlışdır. Nə üçün? Ümumiyyətlə, sən özün, həmin şəxsə bildirirəm ki, sən özün Həmbəli məzhəbində yazılan etiqad kitablarına baş vursaydın, eyni ibarələri orada da görərdin. Zaten biz ötən dərslərimizdə buna oxşar ibarələri, yəni buna oxşar sözləri oxumuşuq. Yəni onlar nə deyirlər? Bildirirlər ki, biz Quran və sünnətin önünə keçmirik, sələf harda durursa orada dururuq, onlar nədə susurlarsa susuruq, nəyi təvil ediblərsə, onu biz təvil edirik. Və mən indi oxuyacağım bir neçə nəqillə bunu ispat edəcəm ki, sələf imamları bu sözləri hansı yöndən deyiblər? Sanki onlar bildirmək istəyirlər ki, biz sələfin yoluna tamı-tamına tabi oluruq. Yəni tam bir təslimçiliyi göstərir. Mənim oxuyacağım birinci nəqil İbn Həmdən Əl-Həmbəlinin yazdığı Nihayətül Mübtədiin kitabındadır. 54-cü səhifə. Və bildirmək istəyirəm ki, İbn Həmdən rahimehullah Teala İbn Rəcəb Əl-Həmbəlinin də dediyi kimi, arifun bil asli, iki əsli bilən alimlərimizdəndir və böyük imamlarımızdandır. Yəni dinin əsillərini də biləndir, dinin furuatlarını da çox gözəl bilən alimlərimizdən olur. Və İbn Həmdən Əl-Həmbəli rahimehullah həmin kitabın 54-cü səhifəsində buyurur. Vacibdir ki, bizə vacibdir ki, Allahın özünü vəsf etdiyi, Peyğəmbər sallallahu əleyhi və səlləm onu vəsf etdiyi, həmçinin ümmətin icmasının onu vəsf etdiyi bir vəsflə Allahı vəsf edək. Onlar da nədən uzaq durublarsa ondan uzaq duraq. Onlar nədə durublarsa orada dayanaq. Quran və sünnətin, həmçinin icmanın önünə keçməyək. Həmçinin Allah Taala'dan, onun rəsulundan və ümmətdən səhih şəkildə gələn bu sifətlərin, yəni Allah Taala'nın vəsflərini qəbul edək, ona iman gətirək, onu gəldiyi üzərə buraxaq. Həmçinin burada bir ifadə işlədir, çox diqqət ediləsi bir ifadədir. Və buyurur ki, və illəm yu'qal ma'nahu, hətta mənası bəlli olmasa belə. Bu da onu göstərir ki, onların mənalarına dalmayıblar. Sonra nə buyurur İbn Həmdə? Buyurur ki, və yahrumu tə'vilu mə yətəalləqu bihi təalə minəl kitab və sünnə. Yəni Allah Taala'ya bağlı olan məsələlərdə, kitab və sünnətdə olan məsələlərdə təvil etmək haramdır. Və təfsiruhu, həmçinin təfsir də haramdır. Bu da onu göstərir ki, keçən dərsdə dedim ki,
Təvil əslində təfsir deyil. Və sonra nə bildirir? İllə bi sadirin anin Nəbi sallallahu aleyhi və səlləm əv ba'd sahabə. Yalnız Allah Rasulü sallallahu aleyhi və səlləmdən və bəzi sahabələrdən gələn əsərlər istisnadır. Yəni bununla bizim alimlər nəyi bildirmək istəyirlər? Bildirirlər ki, biz sələfin yoluna tamı-tamına tabe oluruq. Biz onlara tam bir təslimçilik göstəririk. Yaxşı, sual ola bilər. Allah Rasulü sallallahu aleyhi və səlləmdən gələn məsələyə nəyi misal vermək olar? Misal olaraq Peyğəmbər sallallahu aleyhi və səlləmdən gələn hədislərin bir ləfsində gəlir ki, Allahın kölgəsi, bir ləfsdə də gəlir ki, ərşin kölgəsi. Və biz Allahın kölgəsini ərşin kölgəsi olaraq açıqlayırıq. Və yaxud səhabələrdən gələn bir ixtilafı göstərmək olar ki, Qələm surəsinin 42-ci ayəsində, Qələm surəsinin 42-ci ayəsində buyurulur ki, baldır açılacağı gün. Alimlərimiz, yəni sak kəlməsi barəsində ixtilaf ediblər. Bəzi sələf imamları onu sifət olaraq qəbul etmiş, onu mütəşabihlərdən saymış və onun təvilini uca Allaha, yəni açıqlamasını, mənasını Allaha həvalə ediblər. Digər sələf imamları isə bunu necə açıqlayırlar? Bildiriblər ki, burada sak kəlməsindən qəsd olunan həmin günün şiddətidir. Və bu səbəblə, əgər iki müsəlmandan biri bir görüşü, digəri bir görüşü götürərsə, biz onları qınamarıq. Bu səbəblə həmin məsələ bizim qatımızda haram əməllərdən sayılmaz. Nə üçün? Çünki sələf bu barədə ixtilaf etmişdir. Gələn ixtilafı məmnunluqla da qəbul edə bilirik. Ancaq heç bir ixtilaf gəlməzsə sələfdən, Həmbəli məzhəbinin üsullarına görə gələn məsələləri həm təvil etmək, həm də təfsir etmək haramdır. Və mən növbəti bir nəql oxuyacağam. Növbəti nəql İmam Səffərinin Ləvamiyul Ənvarul Bəhiyyə kitabındandır. Həmin kitabın 237-ci səhifəsində İmam Səffərini buyurur. Uca Allahın sifətləri barədə varid olan və buna bənzər mütəşabih xəbərlərə dair sələfin məzhəbi Peyğəmbərdən sallallahu aleyhi və səlləmdən bizə gəlib çatan, həmçinin bizə gəlib çatmayan səhih xəbərlər və Quranda mütəşabih olaraq gələn ayətlər barədə bizim etiqadımız. Onu qəbul edib, onu rədd etmirik. Müxaliflərin təvili ilə onu yozmuruq. Həmin şəxsə bildirirəm ki, açıq aydın deyir ki, müxaliflərin təvili ilə yozmuruq. Ha belə ona bənzərlik verənlərin bənzərliyini vermirik. Ona heç bir şeyi əlavə etmirik. Ondan heç bir şey əks etmirik. Onu təfsir etmirik və keyfiyyət vermirik. Baxın, dəyərli müsəlmanlar, həmin şəxsə bildirirəm ki, ayrı-ayrı bildirir. Müxaliflərin təvilini ayrı bildirir, onu təfsir etməyi ayrı bildirir, təkil, yəni keyfiyyət verməyi ayrı bildirir. Bu da onu göstərir ki, biri digəri deyil. Sonra nə buyurur? Sonra sənin dediyin ifadəni işlədir ki, o ifadəni, halbuki sən o ifadəni yanlış anlayırsan. Nə buyurur? Uca Allahın mütləq olaraq qeyd etdiyini mütləq deyirik. Yəni Allah Taala bir şey mütləq olaraq deyibsə, biz də onu mütləq olaraq qeyd edirik. Allah elçisinin sallallahu aleyhi və səlləm sahabələrin, tabeinlərin və sələfdən olub din və əmanətlə tanınan imamların təfsir etdiklərini təfsir edirik. Yəni əgər təfsir gəlibsə edirik, gəlməyibsə onu açıqlamırıq. Bu ümmətin sələfinin və digər imamların məzhəbidir. Həmin yoldan çıxmaq rüsvayçılıq, ondan qeyrisinə yönəlmək isə bəladır. Burada İmam Səffərin rahimehullah təala nə bildirirdi ki, nə gəlibsə onu təfsir edirik. Yəni eyni ilə İbn Məndah əl-Həmbəlinin dediyi sözü deyir. Bu onu göstərir ki, o demək deyil ki, bizim imamlar demək istəyirlər ki, bu sifətlər təfsir olunur. Xeyr. Bizim imamlar demək istəyirlər ki, yəni nə gəlibsə onu təfsir edirik. Bir və onların bu şəkildə deməyi ki, onlar harda dayanıblarsa bir orada dururuq, harda susublarsa biz susuruq, Quran və sünnətin önünə keçmirik. Bunu göstərir ki, onlar tamı-tamına, yəni tam təslimçiliklə sələfdən gələn xəbərlərə təslim olublar. Yəni birəbir tabe olublar yollarla. Həmçinin sən nə üçün İmam Səffərinin məsələn bu açıqlamalarını insanlara çatdırmırsan? Çünki İmam Səffərini başqa bir yerdə mənalara açıq şəkildə baş vurulmayacağını bildirir. Məsələn, həmin kitabın 261-62-ci səhifələrində buyurur ki, onun açıqlaması, yəni sifətlər barəsində danışır. Biz təbir etmədən və onun mənaları barəsində düşünmədən Quran-ı Kərimdə və məsum Peyğəmbərdən sallallahu aleyhi və səlləmdən səhih hədislərdə gəldiyi kimi onu ötürürük. Bu da onu göstərir ki, həqiqətən bizim alimlərimiz təfsir etmirik dedikdə, burada qəsd etdikləri şey, yəni onun mənalarına baş vurmuruq. Sənin dediyin kimi bidət əhlinin etdiyi təfsir və ya keyfiyyət qəsd olunmur. Bu da nəyi göstərir sənin? Həqiqətən elmdə bir çox məsələlərdə dərin azğınlığını göstərir. Və biz həmin şəxsin növbəti şübhəsini dinləyək. Fikir versəz, İbn Məndə rahimehullah deyir ki, bu icmadır. Bütün imamlar hamısı yekdilliklə deyiblər ki, həm kitabda, həm sünnətdə harda vacihullah, Allahın üzü kəlməsi keçirsə, o iki mənadadır. Ya bundan qəsd həqiqi vacihdir və bir neçə dəlillər, ayə və hədislər qeyd etdi, ya da savab mənasındadır.
Ona da dəlalət edən bir neçə ayələr və hədislər qeyd etdi müəllif rahimehullah təala. Həmin şəxs bu şübhəsində İbn Məndah Əl-Həmbəlidən başqa bir nəqli gətirir. O da onun Ər-Radd Ələl-Cəhmiyyə kitabındandır və həmin nəqli gətirir və deyir ki, görürsüz İbn Məndah Əl-Həmbəli açıq aydın deyir ki, Allahu Teala'nın həqiqi mənada özü var. Və bununla kimə rədd edir? Cəhmiyyələrə. Sanki bunu yenə də keçən dərsimizdə dediyim kimi, sanki mənaları Allaha həvalə etməyi cəhmiyyələr kimi təqdim etmək istəyir insanlara və bildirmək istəyir ki, təsvir etiqadının da mənşəyi cəhmiyyəli idi və onunla bərabər ispat etmək istəyir ki, sələf onları həqiqət üzrə ispat ediblər. Yəni deyim ki, ümumiyyətlə bir şeyi bildirim ki, dəyərli müsəlmanlar, müasir sələfi cərayəninin nümayəndələri, həmçinin bu şəxs bununla nəyə qəsd edirlər? Onlar deyirlər ki, bununla yəni lüğəti həqiqətləri ispat edirlər. İndi biz həmin insana sual verdik ilk öncə. Bilməmək ümumiyyətlə eyib deyil, həmin şəxsə deyirəm. Bilməyib öyrənməmək eyibdir. Sən bilirsən ki, bu həqiqi mənada, yəni həqiqət sözü gəlir burada, yəni İbn Məndah Əl-Həmbəli buyurur ki, həqiqi mənada onun özü var. Və biz indi sənə sual veririk. Bu hansı həqiqətdir? Lüğəti həqiqətdirmi? Şər'i həqiqətdirmi? Örfi həqiqətdirmi? Sual oluna bilər ki, məsələn, dəyərli müsəlmanlar deyə bilərlər ki, yəni burada bu sözlərin mənası nədir? Və biz izah verdik. Misal olaraq, biz baxsaq görərik ki, ərəb dilində salə kəlməsi var. Salə kəlməsinin lüğəti həqiqət olaraq mənası, əgər biz onu lüğəti həqiqət olaraq alsaq, mənası dua deməkdir. Ancaq biz Allahu Teala'nın kitabında gələn Əqimus salə sözünü, əgər lüğəti həqiqət olaraq açıqlasaq, biz Allah Teala'nın kitabını təhrif etmiş sayılacağıq. Deməli, biz onu necə anlamalıyıq? Biz onu şər'i həqiqət olaraq anlamalıyıq. Çünki şəriət ona müəyyən əlavə mənalar yükləmişdir. Biz onu lüğəti həqiqət olaraq açıqlaya bilmərik. Onu mütləq və mütləq şər'i həqiqət olaraq açıqlamalıyıq. Başqa bir misal verək. Siyam kəlməsi. Siyam kəlməsi lüğəti həqiqət olaraq, yəni lüğətdə susmağa və yaxud insanın bir şeydən özünü kənar tutmasına deyilir. Ancaq biz Allah-u Teala'nın kitabında gələn siyam kəlməsini lüğət olaraq açıqlasaq, yenə də Allah-u Teala'nın kitabını təhrif etmiş sayılacağıq. Bu səbəblə biz onu necə açıqlayırıq? Biz onu şər'i həqiqət olaraq açıqlayırıq. Çünki şəriət ona əlavə mənalar yükləyib. Bu da nədir? Müəyyən şəxslərin müəyyən zamanda müəyyən şeylərdən uzaq durmasıdır. Müsəlmanlar sual verə bilərlər ki, yaxşı, örfü həqiqət nədir? Örfü həqiqət odur ki, misal olaraq bir kəlmədir. O, lüğətdə bir mənada işlənir. Hədis alimlərinin islahında, yəni örfündə bir mənada işlənir. Misal olaraq etiqad alimlərinin islahında isə başqa bir mənada işlənir. Və buna bir misal verək. Götürək bir müsəlman ədəbi kitab oxuyur, yəni bir bədii kitab oxuyur. Və həmin kitabda görür ki, bir kəlmə yazılıb. Yazılıb ki, misal olaraq, loru dildə deyim, sadə dildə ki, müsəlmanlar başa düşsün. Azərbaycan xalçaları qədimdir. Azərbaycanda xalçaları qədimdir sözündən, yəni qədimdir sözündən nə anlayırıq? Başa düşür ki, yəni köhnədir, yəni əvvəli var. Sonra bu şəxs, həmin müsəlman bir etiqad kitabı oxuduqda orada bir sözə rast gəlir. Görür ki, yazılıb ki, Allahu Teala qədimdir. Bu şəxs həmin qədimdir sözünü əgər lüğəti həqiqət olaraq başa düşərsə, artıq Allah Teala'ya küfr etmiş olacaq. Həşə və kəllə. Çünki demiş olacaq ki, Allah Teala köhnədir, yəni əvvəli var. Sual olunur, bu müsəlman həmin qədimdir sözünü necə anlamalıdır? Onu etiqad alimlərinin örfündə, yəni islahında olan qədim sözü olaraq anlamalıdır. O da nə deməkdir? Allah Teala qədimdir, yəni Allahın əvvəli yoxdur. Bu mənanı ifadə edir. Bu səbəbdən biz görürük ki, həmin şəxs üsul elmi barəsində, alət elmləri barəsində ciddi şəkildə dərin ziddiyyət içərisindədir bizim alimlər. Həqiqət sözünü iki məna olaraq açıqlayırlar. Birinci məna nədir? Onlar deyirlər ki, bunlar həqiqətdir, məcaz deyil. İkincisi isə bildiriblər ki, bu ləfsi müştərəklik yolundan olan bir məsələdir. Misal olaraq, mən deyirəm ki, Allahın da elmi var, mənim də elmim var. Mənim elmimlə Allahın elmi arasında olan ortaq nöqtə nədir? Ləfsi müştərəklikdir. Yalnız adda eynidir. Mənalarda və mahiyyətdə tamamilə bir-birindən fərqlənən şeylərdir. Və yaxud deyirəm ki, mənim də həqiqi əlim var, Allahın da həqiqi əli var. Mənim həqiqi əlim lüğəti həqiqətdir. Dəyərli müsəlmanlar, diqqətli olun. Lüğəti həqiqətdir. Allah Taala'nın da həqiqi əli var. Allah Taala'nın həqiqi əli isə etiqad alimlərinin örfündə olduğu kimi nədir? Allahın özünə yaraşan həqiqətdir. Mənasını da Allah Taala bilir. Yalnız Allahın əli mənim əlimlə ləfsdə, yəni isimdə müştərəklik təşkil edir. Və bunu da biz nə ilə isbat edirik? Bunu alimlərimizdən gətirdiyimiz
Nəqillərlə isbat edirik. Misal olaraq Vazir ibn Hübeyr el-Hanbali Zeyl-i Tabaqat-ül Hanabila kitabında buyurur: La yufassaru ala'l haqiqati ve la ala'l mecaz li'anna hamlaha ala'l haqiqati teşbih ve ala'l mecazi bid'ah. Ben bu nəqli oxumuşdum ilk dərslərimizdə. Bildirir ki, həmin sifətlər nə həqiqət, nə də məcaz üzrə təfsir edilməz. Yəni burada hansı həqiqət və məcazdan danışır? Lüğətdəki həqiqət və məcazdan. Çünki biz deyirik ki, lüğətdəki nə deyir sonra? Çünki onu həqiqətə daşımaq, yəni lüğətdəki həqiqətə daşımaq bənzətmədir. Onu məcazi olaraq açıqlamaq isə bidətdir. Yəni onu məcazi olaraq açıqlasa artıq nə edəcək? Təvil edəcək. Təvil də bizim qatımızda, həmbəllərin qatında bidət və haramdır. Və sonra başqa imamlarımızdan görüş gətirək. Elə İbn Məndah el-Hanbəlinin özünün qələmə aldığı Tövhid kitabının 39-cu səhifəsində Hafiz İbn Məndah buyurur: Vücubul iman billahi azza ve celle ve bi esmaihi ve sıfatihi allati wasafa biha nefsuhu ev akhbara anhu Rasuluhu sallallahu aleyhi ve sellem ve enne esamiyel halqi ve sıfatihim vafaqatha fil ism ve bayanatha fi cemi'il maani li hudusi halqihi ve fenaihim ve ezeliyetil haliqi ve beqaih. Allah'a iman etmək, ha belə Allahın özünü vəsf etdiyi və Peyğəmbərin sallallahu aleyhi və səlləmin onun barəsində xəbər verdiyi adlara və sifətlərə iman etmək vacibdir. Ha belə məxluqatın adları və sifətləri ona, yəni insan məxluqatın adlarına və sifətlərinə nədə uyğun gəlib? Yalnız adlarda uyğun gəlib, müvafiq olmuş, ancaq bütün mənalarda ondan fərqlənmişdir. Halbuki biz də onu deyirik. Mənalarda tamamilə və mahiyyətdə fərqlənir. Çünki məxluqat sonradan peyda olan və fanidir, xaliq isə əbədi və əzəlidir. Bundan əlavə başqa bir nəqil Necməddin Tufi Şərh-i Muxtasar Ravd əsərində 560-561-ci səhifədə buyurur. Ərəbcəsini oxumayacağım çünki uzundur. Onlardan bəziləri həmin xəbərləri insanlar içində bilinən zahiri mənalara daşımış. Baxın, bizimlə onlar arasında fərq nədir? Biz deyirik ki, sifətlər zahiri üzərədir. Onlar da deyirlər zahiri üzərədir. Onlar lüğətdəki zahiri qəsd edirlər. Bizsə Allahın bildiyi zahiri qəsd edir. Və alimlərimiz ayrıblar. Məxluqata xas olan zahirlə Allaha xas olan zahiri ayrıblar. Və nə buyurur Necməddin Tufi? Onlardan bəziləri həmin xəbərləri insanlar içində bilinən zahiri mənalara daşımış və bununla da Allahı cisimləndirib onun məxluqatına bənzətmişdilər. Yəni demək istəyir ki, zahiri lüğətdəki mənalara daşımaq Allahı cisimləşdirmək və onu məxluqata bənzətməkdir. Bir başqaları isə cisimləndirmədən qaçmaq üçün onu ehtimallı mənalara yozmuş və bununla da sifətləri iptal edib inkar etmişlər. Bu da kimə aiddir? Cəhmiyələrə. Çünki sifətləri dediyi ki, inkar edən tayfalar cəhmiyələrdir. Digərləri isə onu məxluqatın sifətləri ilə Allahın sifətləri arasında müştərək kəlmələrdən etmişlər. Biz dediyimiz kimi. Həmin sifətlər Allahın müqəddəs zatına nisbətdə həqiqətlərdir. Yəni bu etiqad alimlərinin örfündə olan həqiqətlərdir. Lüğətdə olan həqiqətlərdən getmir burada söhbət. Misal üçün, ayn sözü bulaq ilə qızıl arasında müştərək sözdür. Ayn sözünün yəni bir neçə mənası var. Məsələn, qızıl mənası var, bulaq mənası var. Belə deyilir. Mənim həqiqi əlim var, uca Allahın da həqiqi əli var. Lakin ikisi arasında müştərəklik yalnız əl ləfsindədir. Onun mənasına gəldikdə isə uca Allahın əli ona layiq olan tərzdə həqiqətdir. Yəni həqiqətdir və mənasını Allah bilir. Necməddin Tufi bunu qeyd edir. Və burada sonra bildirir ki, eyni ilə mənim də Allahın da zatı var. Müştərəklik yalnız adlardadır. Yəni mənim də zatım var. Allahın da zatı var. Yəni fərq nədir? Fərq ümumiyyətlə mahiyyət və mənada fərqlilikdir. Müştərəklik nədir? Yalnız ləfsdədir. Çünki mən bilirik ki, məsələn, mən desəm ki, mənim zatım var. Burada nə qəsd olur? Mənim zatımın bir forması var, hüdudları var. Amma Allaha biz bu formanı və hüdudları həşə və kəllə nisbət edə bilmərik. Bu deyilənlər həmbəllərin və cümhur əhl-i sünnətin görüşüdür. Əslində onu anlayan üçün bu qənaətbəxş, doğru və qüsursuz bir məzhəbdir. Biz də görürük ki, alimlərimiz yəni həqiqət kəlməsinin əslində bu şəxsin dediyi kimi lüğətdəki həqiqətlər olaraq başa düşməyiblər. Nəinki bu şəxsin, bu şəxs kimi müasir sələfi cərəyanının nümayəndələri də eyni sözü deyirlər, bildirirlər ki, bu şeylər nə ilə anlaşılır? Lüğətdən anlaşılır. Biz də deyirik ki, xərbəri sifətlər lüğətə əmr etmək, Allah Taala'nı cisimləşdirməkdir və Allahı məxluqatına bənzətməkdir. Və bu indi bu şəxsin növbəti şübhəsini dinləyək. Deyir ki, bu hədislər təhdid bildirmək üçündür. Təhdid bildirmək üçündür. Onları gəldiyi kimi rivayət edirik və təfsir etmirik. Eynən həmin ifadədir. Sifətlər mövzusunda işlənən ifadə, bax bu hədislər barəsində işlənilir.
Deyir, bu hədislər təhdid bildirmək üçündür. Onları gəldiyi kimi rivayət edirik və təfsir etmirik. Bu qəbildən olan, səhihliyi təsdiqlənmiş və etibarlı şəkildə qorunub nəql edilmiş hədislərə biz onları gəldiyi kimi qəbul edirik. Bu şəxs gətirdiyi növbəti şübhədə İmam Əhməd rahimehullah təalanın Allah Resulü sallallahu aleyhi və səlləmin bir neçə hədisi barəsində sözünü gətirir və bildirir ki, İmam Əhməd ibn Həmbəl deyib ki, bu hədislər barəsində deyir ki, onu zahiri üzərə buraxın və ya da onu təfsir etməyin. Görürsünüz, burada da İmam Əhmədin sözü var ki, təfsir etməyin, amma biz onu təfsir etməyin dedikdə burada bidət əhlinin təfsirini qəsd edir. Ümumiyyətlə biz həmin şəxsə eyni ilə bayaqçı sözü deyirik. Sən ümumiyyətlə alimlərin sözlərini doğru anlamaq iqtidarında deyilsən. Çünki sən bəzən etiqad babında, bəzən fiqhdə, bəzən əhkamlarda, bəzən qorxu babında, ümid babında gələn məsələləri bir-birinə qatırsan. Halbuki, təbii ki, hər bir sözün deyiləcək məqamı və hər bir elmin öz istilahı var. Bu birinci məsələ. İkinci məsələ, sənin qeyd etdiyin məsələlər, yəni o bir neçə hədisi qeyd edim. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, müsəlmanı söymək fasiqlik, onu öldürmək isə küfürdür. Və yaxud başqa hədisdə buyurur ki, bəndən sonra bir-birinizin kafirlər kimi bir-birinizin boynunuzu vurmayın. Peyğəmbər sallallahu aleyhi ve sellem hədisdə belə buyurur. Və bu hədislərdən, yəni bu hədisləri gətirir həmin şəxs. Və biz də deyirik ki, ümumiyyətlə bu hədislərdə gələn məsələlər ən uzağı alimlər qatında nisbi mütəşabihlərdən sayılır. Yəni nisbi mütəşabihlikdir. Yəni bizim danışdığımız mövzu ümumiyyətlə yaxından uzaqdan əlaqəsi yoxdur. Çünki bizim danışdığımız mövzu sifətlər mövzusudur. Bu isə alimlərimiz qatında tam mütəşabihlərdən sayılır. Onlar nisbi mütəşabihlərdən sayılmır. Necə ki, mən keçən dərslərimizdə bunu qeyd etdim, dəyərli müsəlmanlar. İbn Qudam əl-Həmbəli nə deyirdi ki, sifətlər məsələsi açıqlanan məsələlər qəbilindən deyil. Yəni o qəbildən olan məsələlərdən deyil. Halbuki biz bilirik ki, sənin gətirdiyin hədisləri başqa alimlər, hətta sən özün belə insanlara elm tədris etdikdə açıqlayırsan. Amma sifətlərlə bağlı məsələlər isə insanlara açıqlanan məsələlərdən deyil. Onlar tam mütəşabih olan məsələlərdəndir. Və bir şeyi də qeyd edim, sənin ziddiyyətə düşmən nöqtəyidir. Ümumiyyətlə, sənin üslubunla götürsək, sən dərslərdə deyirsən ki, sifətlər zahiri üzərədir. Təbii ki, zahir dedikdə bizim dediyimiz zahiri demirsən. Biz ondan danışmırıq. O məsələyə daxil olmuram ümumiyyətlə. Deyirsən ki, sifətlər zahiri üzərədir. Və murad edilən zahiridir. Halbuki bu məsələni gətirirsən və deyirsən ki, İmam Əhməd deyir ki, bunu zahiri üzərə buraxın. Və sonra özün də bildirirsən ki, halbuki həmin hədislərin, yəni Peyğəmbər sallallahu əleyhi və səlləmdən gələn hədislərin zahirində iman gətirənlər və müsəlmanları təkfir edənlər kimlər idi? Xaricilərdir. Və sən burada təzada düşürsən ki, zahiri üzərə qabil etdiyin sifət ayətlərini zahirdə iman gətirmədiyin hədislərlə qiyas edirsən. Və bu da sənin həqiqətən ziddiyyətə düşdüyün nöqtələrdən biridir. Nə üçün sən bu ziddiyyətlərə düşürsən? Çünki sən bizim alimlərin tərtib etdiyi qədim dönəmlərdən bu günə kimi bir-birlərinə irs olaraq ötürdüyü nə etiqad kitablarına qayıdırsan, nə də ki, üsul kitablarına qayıdırsan. Hətta sən heç bir məsələdə, hətta təfsir məsələsində, keyfiyyət vermə məsələsində, sələfin sözlərini açıqlamaqda bizim alimlərin kitablarına qayıtmırsan və sənə dəfələrlə deyilir ki, bu kitablardan bizə nəqillər gətir. Nə üçün gətirmirsən? Çünki bu kitablarda sənə heç bir pay yoxdur. Və biz indi həmin şəxsin növbəti şübhəsini dinləyək. Özünü əllə vəsf etdi. Sonra sağ əllə vəsf etdi. Sonra əlin özünü vəsf etdi. Ovucla və bükmək feili ilə. 4 dənə şey. İndi bunların dördündə də mənasını uca Allaha sən həvalə etsən, o zaman sən ayədən nə anlayırsan? Və bu şəxs bu şübhəsində bizə bildirir ki, necə olur ki, siz bildirirsiniz ki, biz Allah Taala'nın kitabında və Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsində gələn hədislərə iman gətiririk, onlardan mənanı anlayırıq. Halbuki özünüz qeyd edirsiniz ki, orada müəyyən ləfzlərin mənasını bilmirik, onu Allaha həvalə edirik. Bu necə ola bilər? Biz indi buna misal verəcəyik və bunu aydınlaşdıracağıq müsəlmanlar. Bildiririk ki, xüsusən bu dönəmlərdə biz həmin cərəyanın nümayəndələri ilə müəyyən danışıqlar apardıq və müəyyən söhbətlər etdik. Onlar nə deyirlər? Deyirlər ki, yox, bunun mənalarını biz bilirik. Biz onlara huruful muqaddəni, yəni heca hərflərini misal gətiririk. Onlar deyirlər ki, heca hərfləri mənası bilinmir. Yəni necə mənası bilinmir? Yəni onlar bir mənaya dəlalət etmir. Deyirlər ki, onlar hərflərdir, heca hərflərdir. Onlar heç bir mənaya dəlalət etmir. Biz də onlara bildiririk ki, zaten siz bu sözdən özünüzü dolaşığa salmış olursunuz. Nə üçün? Çünki dəyərli müsəlmanlar, götürək Bəqərə surəsinin ilk ayəsini. Allah Taala buyurur ki, Əlif Lam Mim. Əlif Lam Mim. Düzdürmü? Sual olunur. Biz
razılaşırıq ki, bəli, bu hərflərin mənası yoxdur, ayrı-ayrılıqdır. Yaxşı sual olunur. Biz bu hərflə, ya bu ayəni, yəni Bəqərə surəsi 1-ci ayəni oxumaqla Allaha ibadət etmiş oluruq. Bəli, biz bu ayələri oxumaqla Allah Teala'ya ibadət etmiş oluruq. Baxmayaraq ki, həmin hərflərin mənasını bilmirik. Bu birinci məsələ. İkinci məsələ nədir? Baxmayaraq ki, həmin hərflərin ayrı-ayrılıqda mənaları yoxdur, amma biz həmin ayələrdən fayda və məna çıxarda bilirik. O da nədir? O da onu göstərir ki, bildirir ki, Allah Teala bununla nə edir? Məkkə müşriklərinə meydan oxuyur. Onları təhəddi edir. Bəlli olan məsələdir. Demək, bəlli olur ki, ayənin içində olan istər ləfsləri, istər hərflərin mənalarını bilməsək belə həmin ayələrdən fayda və məna götürmək mümkündür. Həmçinin sənin Zümər surəsi 67-ci ayədə bildirdiyin kimi həmin ayəni gətirirsən, deyirsən ki, misal olaraq bu ayəni necə başa düşə bilərsiniz? Deyirsən ki, Allah Teala orada buyurur, Rəbbimiz buyurur ki, onlar Allaha layiqincə qiymətləndirmədilər. Halbuki qiyamət günü yerlər onun ovucunun içində olacaq və göylər isə sağ əli ilə büküləcək. Allah Teala onların ona aid etdiyi şəriklərdən uzaqdır. Və biz də bildiririk ki, çox sadə. Və biz iman gətirir və buradan fayda çıxardırıq ki, bu ayə nəyə dəlalət edir? Bu ayə Allah Teala'nın yerlərin, göylərin tək hökmdarı olmasını dəlalət edir. Hətta başqa bir ayədə buyurur ki, Ğafir surəsində buyurur ki, Allah Teala 16-cı ayədə buyurur ki, bu gün mülk kimə məxsusdur? Və Allah Teala buyurur ki, Lillahil vahidil qahhar. Tək olan və hər şeyə qalib gələn Allaha məxsusdur. Hətta başqa bir əsərdə gəlir ki, Allah Teala qiyamət günü buyuracaq ki, hanı yer üzünün hökmdarları, hanı yer üzünün mütəkəbbirləri? Və bunlar, bu ayələr ümumiyyətlə Allahın yerlərin, göylərin tək hökmdarı olmasına dəlalət edən ayələrdir. Yəni Allahın qüdrətinə dəlalət edən ayələrdir əslində. Baxmayaraq ki, biz həmin ayələrdə gələn müəyyən ləfslərin mənasını bilmirik və həmin ləfslərin mənasını uca Rəbbimizə həvalə edirik. Və biz bu şəxsin növbəti şübhəsini dinləyək. Təfvidçi elə eynən təvilçidir. Bəli, təfvidçi əslində elə eynən təvilçidir. Çünki təfvid, diqqətlə qulaq as. Təfvid icmalı təvildir. Təfvid əslində icmalı təvildir. Təvildir o. Ona görə də əslində hər bir təfvidçi elə təvilçidir. Ümumiyyətlə mən bu şəxsin bu şübhəsini dinlədikdə çox təəccübləndim. Və sonra başa düşdüm ki, həqiqətən bu insan, bu şəxs Həmbəli imamlarının etiqadı barəsində tam bir qəflət içərisindədir. Həmin şəxs nə buyurur? Bildirir ki, əslində Həmbəli imamlarının təfvid dedikləri əslində icmalı təvildir. İndi isə dəyərli müsəlmanlar, mən sizə həm təfvid nədir, icmalı təvil nədir, təfsilatlı təvil nədir, onu izah edəcəm. Birinci, icmalı təvili izah edirəm. Misal olaraq, icmalı təvil edən alimlər nə buyurur? Deyirlər ki, Quran-ı Kərimdə yəd kəlməsi gəlib, onun lüğətdə 5 mənası var. Birinci, orqan, yəni cismin bir hissəsidir. İkinci, qüdrətdir. Üçüncü, qüvvətdir. Nemətdir və köməkdir və ya güc deyə bilərik, belə də deyə bilərik. Və nə deyirlər? Deyirlər ki, birinci mənanı nəhy edirlər. Deyirlər ki, qəti olaraq yədin mənası cismin bir hissəsi və ya cərhə deyil, yəni orqan deyil. Və deyirlər ki, qalır yerdə 4 məna. Bildirirlər ki, bu 4 mənadan biridir, ancaq onu Allah bilir. Bu icmalı təvildir, dəyərli müsəlmanlar. Yəni, 4 məna qalır yerdə və onu da deyirlər ki, onun mənasını Allah Teala bilir. Yaxşı, təfsilatlı təvil nədir? Təfsilatlı təvilə də misal verirlər. Təfsilatlı təvil edən alimlər bildirirlər. Deyirlər ki, misal olaraq eyni ilə eyni misala verəcəm. Yəd kəlməsinin 5 mənası var. Birinci mənası nədir? Cərihə, yəni cismin bir hissəsi. Onu Allah Teala ümumiyyətlə həmin kəlmədən nəhy edirlər. Deyirlər ki, o deyil qəti olaraq və deyirlər ki, yerdə qalır 4 məna. Güc, qüdrət, qüvvət, nemət misal olaraq. Və deyirlər ki, bunlardan biridir və təyin edirlər. Deyirlər ki, məsələn, yəd burada qüdrətdir və yaxud yəd burada qüvvət mənasındadır. Bu da nədir? Təfsilatlı təvildir, dəyərli müsəlmanlar. Və mən bildirmək istəyirəm ki, bu ikisi heç biri Həmbəli imamların etiqadı deyil. Və bu insanın həqiqətən göstərir ki, həmin şəxs necə də dərin zəlalət və cəhalət bataqlığında üzür. Həqiqətən bu onu göstərir. Və mən indi Həmbəlilərin təfvid etdiyi o etiqadı çatdırıram. Həmbəli imamları nə bildirirlər? Bildirirlər ki, misal olaraq Quran-ı Kərimdə Allah Teala'nın yəd sifəti varid olub. Yəd kəlməsinin bildirirlər ki, lüğətdə 5 mənası var. Birinci mənası dediyim kimi cərihədir, orqandır. Digəri güc, qüdrət, qüvvət və nemət mənasında gəlir. Və bildirirlər ki, bu mənalardan heç biri deyil. Bu mənalara əlavə gələn 6-cı bir məna var, onu da Allah Teala bilir. Və bununla bərabər diqqət edin dəyərli müsəlmanlar nə deyirlər? Deyirlər ki,
birinci mənanı, cərihəni, orqanı, hissəni Allah Taala'dan nəhy edirlər. Və bu da onu göstərir ki, bu insan ümumiyyətlə oxuduğu alimlərin, çox ki, o qədim alimlərin kitablarını oxuyur, bizim ondan sonraki gələn alimlərin kitablarına baş vurur. Nə üçün? Bəzən qədim alimlərin kitablarında düşünür ki, özünə pay var, halbuki biz bilirik ki, gətirdiyi nəqillərdə ona heç bir pay yoxdur. Yəni bu insan ümumiyyətlə oxuduğu nəqilləri başa düşmədən həqiqətən aciz bir insandır. Həqiqətən aciz bir insandır. Və biz həmin şəxsin növbəti şübhəsini dinləyək. Əgər madam ki, mənadır. Deməli, mənadsa onu isbat edəndə Allaha orqan və üzv nisbət etmiş olmursunuz. Bu şəxs həmin şübhəsində bizim keçən dərslərimizdə danışdığımız bir məsələni gətirir və bildirir ki, yəni belə bir məsələ anlayıb ki bizdən, biz demək istəyirik ki, əgər xəbəri sifətlər lüğətdə orqana dəlalət edirsə, onu təfsir etmək olmaz. Ancaq orqana dəlalət etmirsə, onu təfsir etmək olar. Halbuki bu insan da görünür ki, nə üçün bu ziddiyyətə düşür? Çünki o bizim alimlərin tərtib etdiyi üsula qayıtmır. Müasir dövrdə dediyim kimi Əhməd Qarib kimi, onun mislində olan digərləri kimi mütəxəssis olmayan, ümumiyyətlə məzhəbin üsullarını bilməyən insanların kitablarına baş vurur və oradan dəlillər gətirməyə çalışır. Halbuki buna müvəffəq olmur. Mən indi izah edirəm məsələni. Biz keçən dərs bir məsələ barəsində danışdıq, dəyərli müsəlmanlar. Dedim ki, vaqiəmizdə müasir sələfi cərayinin nümayəndələri xəbəri sifətlərin lüğətlə açıqlanacağını isbat etdikdə bir misal verirlər. Deyirlər ki, sənin də əlin var, qarışqanın da əli var, filin də əli var, qapının da əli var, Allahın da əli var. Hamısı əldir. Bilinən əldir. Yəni bununla nəyə qəsd edirlər? Qəsd edirlər ki, yəni mənası bilinir. Və deyirlər ki, keyfiyyətdə fərqlənir. Və bizim orada etirazımız o məsələdə. O deyir ki, yəni bir insan desə ki, mənim də əlim var, Allahın da əli var. Mənim də həqiqi əlim var, Allahın da həqiqi əli var. Biz buna etiraz etmirik. Biz nəyə etiraz etdik orada? Etiraz etdik ki, siz bunu deməklə lüğətdəki mənaları isbat etmək istəyir. Deyir ki, bəli, lüğətlə bilinir, mənası bilinir, sadəcə keyfiyyətləri fərqlidir. Və biz ona etiraz etdik, bildirdik ki, əksinə bu batildir. Nə üçün? Çünki Allah Taala'nın əli onun sifətidir. Səndə isə əl orqandır. Sən, yəni sənin əlin orqandır və lüğəti həqiqətdir. Sən lüğəti həqiqəti Allah Taala'nın əl sifətinə isbat edə bilmərsən. Bunu bir misal verdi. Və biz ondan sonraki dərslərimizdə həmin şəxs dinləsə, həmin şəxsə bildirirəm ki, dinlə bizim dərslərimizi. Biz üsuldan bunun əsasını bəyan etdik. Dedi ki, nə üçün alimlərimiz bunu belə deyiblər? Bildiriblər ki, ümumiyyətlə onlar nə bildiriblər? Bildiriblər ki, xəbəri sifətləri lüğətə daşımaq Allah Taala'nın məxluqatına bənzətməkdir və yaxud da ona nöqsan vəsfi verməkdir. Bunun əsli budur. Misal olaraq, o bildirir ki, nə üçün onda təəccüb sifətini açıqlamırsınız? Sual olunur. Hətta biz keçən dərsdə oxuduq ki, İbn Battah rahimehullah özü təəccüb sifətini ilk öncə təvil edir, sonra isə lüğəti məna ilə açıqlayır və deyir ki, Allah Taala bu mənalardan uca və böyükdür. O da təəccübün lüğətdə mənası nədir? Məsələn, bir kəs, yəni bir varlıq bir şeydən cahil olur, sonra onu görür, bilir və gördüyü şeyi əvvəllər bilmədiyinə, gördüyü şeyi əvvəllər görmədiyinə görə onu qəribə qarşılayır, təəccüblənir. İbn Battah rahimehullah deyir ki, bu Allah Taala'dan belə mənalar uzaqdır. Yəni Allah Taala belə mənalardan uca və böyükdür. Yəni isbat edir ki, xəbəri sifətlərin mənaları lüğətlə açıqlanmır. Və bir məsələni də qeyd edim. Ümumiyyətlə bunlar bu məsələni bu cür izah etdikdə nəyə qəsd edirlər? Əslində nəyi demək istəyirəm? Ümumiyyətlə dəyərli müsəlmanlar, biz sələfin məzhəbini doğru şəkildə yaşayan insanlar, biz ümumiyyətlə dedikdə ki, Allahın keyfiyyəti var. Biz onu qəsd etmirik ki, Allahın bir forması var. Yəni biz demək istəyirik ki, yəni sifətlərinin bir forması var. Biz onu demirik. Biz deyirik ki, yəni Allahın sifətlərinin keyfiyyəti var, yəni həqiqəti var. İndi sizə mən o məsələni çatdıracağam. Görəcəksiniz ki, əslində bunlar Allahın sifətlərindən qəsd edilir, Allahın sifətlərinin bir forması olduğunu deməkdir. Misal olaraq onlar nə deyirlər? Deyirlər ki, sənin də əlin var, qarışqanın da əli var, filin də əli var, qapının da, Allahın da əli var. Hamısı bilinən əldir, mənalarını bilinir, yəni lüğətdəki həqiqi məna, yəni cismin bir hissəsini isbat edirlər Allah Taala'ya və deyirlər ki, bilinən mənadır. Və sonra nə bildirirlər? Deyir, sənin əlin, filin əli kimi deyir ki, yəni götürəndə mənim əlimlə filin əli arasında fərq nədir, dəyərli müsəlmanlar? Mənim də əlim cismin bir hissəsidir, filin də. Fərq yəni formadadır, düzdürmü? Və deyirlər ki, sonra da deyirlər ki, hə, Allahın da əli heç kimin əlinə bənzəməz. Yəni necə ki, sənin əlin filin əlinə bənzəmir, sənin əlin qarışqanın əlinə bənzəmir, elə də ki, Allah Taala'nın da əli bilinən əldir, ancaq heç kimin əlinə bənzəməz. Və biz də deyirik ki, bu yanaşma batildir. Bu yanaşma qəti olaraq bildirir ki, sələfin məzhəbi deyil. Və inşallah növbəti dərsimdə həmin şəxsin gətirdiyi bir neçə şübhəyə də cavab verməyə davam edəcəm. Allahu Teala'dan müvəffəqiyyət diləyirəm.
Velhamdülillahi Rabbil alemin.